Allah səni sevməsi üçün sən çalışmalısan. Allah səni sevməsi üçün əziz qardaşım, bu əxlaqlı olmalısan, təqvalı olmalısan, səbirli olmalısan, yumuşaq sözlü olmalısan, səlavətli olmalısan, malını Allah yolunda xərcləməlisən, Allah yolunda malından keçməlisən. Bugünkü gündə baxsan, bəzi insanlar xərcləmirlər Allah yolunda malını. Xərcləyənlər var, əlhəmdülillah. Amma bəzi insanlar xərcləmirlər. Allah azza və cəllə o malın mülkü belə deyək, sənin qara qaşına görə, qara gözünə görə verməyib. Allah o malı mülkü verib ki, onun dininə yardım eləyəsən, onun dininə xidmət eləyəsən. Allah o malı sənə verib ki, axirətin üçün hazırlığı görəsən. Allah hər şeyə qadirdir. Sadəcə Allah bizi imtihan edir. İmtihan edir ki, onun dininə xidmət eləyəcək, yoxsa yox. Allahın dininə xidmətdir, əziz qardaşım. Allahın sevgisinə nail olmaqdır. Sədəqə verməkdir, zəkat verməkdir. Namazları vaxtında qılmaqdır, sünnələri qılmaqdır və digər nə qədər xeyir əməllər var ha. Hamısını etməlisən ki, Allah səni sevsin. Allah səni sevsə də, vallahi billahi, səndən yer üzərində xoşbəxt insan olmayacaq. Ona görə İbn Teymiyyə rəhməhullah buyurur ki, cənnətdir bizim qəlbimizdə, qəlbimizdə. Cənnət bizim buramızda. İstər villalarda yaşayaq, istər türmədə yaşayaq. Biz cənnətimizi yaşayırıq onsuzca. Cənnət var buradadır. O cənnəti burada düzəltməlisən. Düzəltməsən qardaş, nə qədər həcc edirsən elə, nə qədər namaz qılırsan qıl, nə qədər nə bilim yaxşılıq edirsən elə, xeyri yoxdur qardaş. O sevgini, o ləzzəti ala bilməyəsən, o zövqü ala bilməyəsən. Allahla aranda münasibət olmalıdır, gözəl münasibət, yaxşı münasibət. Hər şeyi Allah üçün eləməlisən.